Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış müğənni Rəqsanə İsmailova ev dustaqlığına buraxıldı. Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmailova dünən Sabunçu məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Müğənni Rəqsanə İsmailova ilə əlaqə saxlayıb. Xəbər verilir ki, bəzi kütləvi informasiya vasitələri müğənni Rəqsanə İsmailova ilə əlaqə saxlayıb. O açıqlamasında azadlıqda olduğu üçün sevindiyini bildirib. Mən həmişə ölkəmizin qanunlarına inanmışam, balalarımın yanındayam, çox sevincliyəm. Müğənni Şəbnəm Qəhrəmanova televiziya efirində şəxsi görünüşü ilə bağlı etdiyi açıq etirafla diqqət çəkib. Xəbər verilir ki, o göz rəngini dəyişdirmək üçün əməliyyata maraq göstərdiyini bildirib. Sənətçi həmçinin burnuna yenidən plastik əməliyyat olunduğunu qeyd edib. Qəhrəmanova görünüşündən narazı olduğunu gizlətməyərək əlavə edib. Ümumiyyətlə komplekslərim var. Lazım olduqca plastik əməliyyat etdirəcəyəm. Nə qədər ehtiyac varsa o qədər də etdirəcəyəm. Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.